Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Sentyabr ayının 30-udur. Həftənin bazar ertəsi günüdür və son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib və iclasda bir çox yeni təkliflər də səsləndirilib. Demək, hava limanı ilə bağlı taksi problemi yenə də gündəm olub. Deputat Fazil Mustafa bununla bağlı Milli Məclisə məsələ qaldırıb. O bildirib ki, hər bir cəmiyyətdə önəmli məsələlərdən biri ictimai nəqliyyat probleminin həllidir. Fazil Mustafa onda qeyd edib ki, bu yaxınlarda metro və avtobus qiymətlərinin artmasının səbəbləri iqtisadi baxımdan müəyyən izahlarının olacağı gözlənilir. Amma həmişə imtiyazlı təbəqələrin, tələbələri, pensiyaçıların, əlillərin, Down sindromlu uşaqların və bu təbəqədən olan digər insanların ictimai nəqliyyatdan müəyyən güzəştlərlə istifadəsi hələ də öz həllini tapmayıb. Bu yaxınlarda hava limanına taksilərin girişinin məhdudlaşdırılmasına Ombudsman tərəfindən də reaksiya verildi. Təsəvvür edin, Naxçıvandan yoxsul bir insan 60 manat biletə pul verib Bakıya gəlir, sonra da 40 manat taksiyə verməlidir ki, şəhərə getsin. Biz ictimai nəqliyyatı vətəndaşlara xidmət edən modelə gətirməliyik deyə deputat qeyd edib.